Övlad dünyaya gələndən sonra aliment alma məqsədi ilə Azərbaycanda nikahların və boşanmaların vəziyyəti ürək açıcı deyil, aznacaqlı bir durum var. Demək 25-ci ilin 9 ay ərzində 40 min nikahdan 17 mini boşanma ilə nəticələnibdir. Düzdür, orada cüzi keçən ilkidən fərq var, amma ən dəhşətli budur ki, Bakı şəhərində demək bütün qeydə alınmış nikahların 56% son 9 ayda 56% boşanma ilə nəticələnib. Yəni 100 nəfər evlənən, nikah bağlayan ailə varsa, onun 56-sı bir il keçməmiş boşanır. Bu olduqca ciddi məsələdir və bunun da bir qismində daha çox evin kişi mənsubu şəxslərini ittiham eləyib də. Daha çox ağırlığı onun üzərinə qoyub aliment kəsirlər və bunun da sıxıntısını onlar çəkirlər. Bir çox hallarda qadınlar tərəfindən məqsəd yönlü şəkildə ailə həyatı qurulandan bir neçə müddət keçəndən sonra, bir övlad dünyaya gələndən sonra aliment alma məqsədi ilə süni şəkildə artıq bu boşanma tələbi irəli sürülür.